Bugün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək. Bu artıq 18 dekabrda reallaşan ilk partiyadan sonra növbəti partiyadır, ikinci partiyadır neft məhsullarının daşınmasında Ermənistana və daşınması nəzərdə tutulan neft məhsullarına bu dəfə 1000 ton 92 markalı benzin, 1000 ton dizel yanacağı, eyni zamanda 1800 ton 95 markalı benzin yanacağıdır. Mən az öncə də qeyd etdim, bu prosesin sırf neft məhsullarının Ermənistana ixracının ilk partiyası ötən ilin dekabrın 18-də həyata keçirilmişdi və bu artıq ikinci belə bir partiyadır və qeyd olmalıdır ki, bu ixrac sırf kommersiya məqsədi daşıyır və beynəlxalq bazar qiymətinə uyğun olaraq Azərbaycandakı benzin deməli Ermənistana satılır. Bu ticarətdir və qazanırıq həm də burada. Həmçinin münasibətlər də daha da inkişaf eləyir, sülhə doğru addımlar atılmağa davam edir. Bəli, təbii ki, siyasi münasibətlər, eyni zamanda iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün təbii ki, ilkin növbədə iqtisadi əlaqələr bərpa olunmalı, dirçəlməlidir ki, növbəti mərhələlərdə də siyasi proseslər bu prosesin ümumilikdə sülh prosesinin davamını gətirsin. Cənubi Qafqazdan danışdıq, mən Ukrayna gündəminə keçmək istəyirəm. Bir sıra maraqlı açıqlamaları olub Ukrayna prezidenti Vladimir Zelenskinin. İlkin mərhələdə Vladimir Zelenski Donald Trumpla yaxın günlərdə gözlənilən görüşünün anonsunu verib. Ukrayna prezidentinin sözlərinə görə əsas müzakirə mövzusu Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi olacaq. Vladimir Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, Ukraynaya minimum 15 illik təhlükəsizlik zəmanətləri lazımdır, quruda, havada, suda və bununla bağlı məsələ hələ də açıqdır. Zelenskinin sözlərinə görə dekabr ayında bu məsələni qaldırmışdı Donald Trumpla müzakirəsində və Donald Trump həmin görüşdə ona demişdi ki, hələ ki gözlə, biz bu məsələyə baxacağıq və Zelenski indiki mərhələdə bu suala konkret cavab axtarır. İstər Avropa ölkələrindən, xüsusilə Birləşmiş Ştatlardan. Çünki Zelenski hesab eləyir ki, ilkin mərhələdə ümumiyyətlə əsas təhlükəsizlik zəmanətlərini məhz Birləşmiş Ştatlar verməlidir Ukraynaya. Çünki Vladimir Zelenski hesab eləyir ki, Rusiya Ukraynaya yaxın gələcəkdə yeni təcavüz etməməsi üçün məhz Birləşmiş Ştatların təhlükəsizlik zəmanətləri lazımdır və hesab eləyir ki, Rusiya Birləşmiş Ştatlardan çəkinərək bu addımı atmayacaq. Zelenskinin ötən günkü açıqlamasında maraqlı məqam ondan ibarətdir ki, rezonans doğuran daha bir belə deyim, bəyanat səslənib. Nikolas Maduronu nümunə gətirərək, bu əməliyyatı nümunə gətirərək Rusiyanın rəhbərliyində təmsil olunan şəxslərə qarşı da eyni ssenarinin həyata keçirilməsi istiqamətində Birləşmiş Ştatlara bir növ çağırış edib, mesaj göndərib ki, baxın, Rusiya rəhbərliyində təmsil olunan şəxslərə də bu kimi əməliyyatlar keçirə bilərsiniz. Xüsusilə Ramzan Kadyrova. Keçirə bilərlərmi? Mən çox üzr istəyirəm. Hər halda Rusiya ilə biz Venezuelanı bir tuta bilmərik. İstər nə hərbi sahədə, istər təhlükəsizlik məsələləri ilə. Yəni, təbii ki, indi bu Zelenskinin açıqlamasıdır. Biz həmin açıqlamanı başa düşürük. O da öz pəncərəsindən baxır. Rusiya ilə Ukrayna məsələləri aydın məsələdir, münasibətləri, müharibə aparır iki ölkə. Amma Rusiyaya qarşı belə bir addım atmaq məncə hər halda Venezuela ilə bir tuta bilmərik də. Yəni, həm ərazi baxımından, coğrafi baxımından Venezuela Amerika Birləşmiş Ştatlarına yaxındır. Həmçinin iki ölkə arasındakı güc fərqi məncə eyni deyil. Bundan da başqa həm də Amerika Birləşmiş Ştatlarının atdığı addım beynəlxalq hüquqa zidd bir addımdır və Zelenskinin bu addımı, beynəlxalq hüquqa zidd olan bir addımı Rusiya və digərlərinə qarşı həyata keçirilməsinin istəməsi və təklif eləməsi özü bir qədər belə siyasi baxımdan nə dərəcədə doğru çağırışdır? Bunu artıq biz yox, siyasi şərhçilər şərh edir. Nəzərə alsaq ki, Vladimir Zelenski bu məsələyə öz pəncərəsindən baxır. Çünki beynəlxalq hüququ biz əsas gətirsək, Vladimir Zelenski də onu iddia eləyir ki, beynəlxalq hüquq olaraq bizim də torpaqlarımız işğal olunub. Bəli, və nəzərə almaq lazımdır ki, son illərdə istər Ukraynanın, istərsə də Rusiyanın döyüş qabiliyyəti də kifayət qədər artıb. Çünki hər iki ölkə müharibə şəraitindədir, müharibə aparır və bu da təbii ki, Venezuela ilə müqayisə elədiniz. Firuz, mən qeyd eləmək istəyirəm ki, təbii ki, müqayisə olunmazdır Venezuela ilə Rusiya hazırda. Hətta bunu da deyim, çox üzr istəyirəm dostlar. Yəni ki, siz də müşahidə eləmişsiniz. Mən ilk günlərindən Rusiya-Ukrayna müharibəsini izləyirdim müxtəlif telegram kanalları hər iki tərəfin və mümkün qədər neytral saydığım ki, görə
görərək nədir, nə deyil. Məsəl üçün, təbii ki, hava hücumları, artilleriya müharibəsi, daha sonra ümumiyyətlə müharibənin taleyi mən izləyirdim bütün şərhçiləri, hərbi belə deyək, ekspertləri, onlar hamısı qeyd edirlər ki, müharibənin taleyi ümumiyyətlə yerdə həll olunacaq, yəni üzbəüz döyüşlərdə ki, xüsusilə Kiyevin ilk günlərdə biz Kiyevin müdafiəsində biz bunu gördük. Hətta Rusiya kifayət qədər irəliləmişdi. Sonra Ukrayna ordusu onları çıxara bildi, uzaqlaşdıra bildi Kiyevdən. Amma gedişatda biz gördük ki, müharibə gedə-gedə də artıq döyüşlər dəyişir, döyüş taktikaları dəyişir. Artıq dronlar gəldi, digər başqa silahlar gəldi. İndi burada təbii ki, Avropadan Ukraynaya verilən silahların rolu var. Onların bəzilərini Ukrayna vurur, Rusiya tərəfi vururdu. Sonra öz ölkəsinə gətirib onların mikroçiplərini falan araşdırırdı. Onlara alternativ həm qarşısını ala biləcək, həm də o tipdə silahlar. Yəni bu müharibə, daha doğrusu istehsal edirdi o tipdə silahlar. Yəni bu müharibə məncə dünya hərb sənayesinə çox şey qatdı. Təbii ki, müharibə yaxşı bir şey deyil. Bunu yaxşı mənada demirəm, amma sənin də qeyd elədiyin, yəni sözünə qüvvət mənasında deyirəm ki, başqa cür başladı, başqa cür inkişaf elədi və başqa cür davam edir. Elə sənin də sözünə qüvvət olaraq Bild nəşri Almaniyanın bu yaxınlarda bir məqalə dərc eləmişdi. Həmin məqalədə qeyd eləyir ki, yaxın gələcəkdə əgər bu müharibə həll olunacaqsa, bu müharibə masa arxasında yox, döyüşlər sayəsində və döyüşlərdə yeni texnologiyaların tətbiqi sayəsində yekunlaşacaq. Elə qeyd etdiniz, döyüşlər, üzbəüz döyüşlər başladı və indi dronlar üzərindən əsasən həyata keçirilir. Və mən az öncə qayıtmaq istəyirəm Zelenski-Kadyrov məsələsinə. Zelenski iddia eləyir ki, əgər Ramzan Kadyrova qarşı belə bir əməliyyat keçirilsə, bu Rusiya prezidenti Vladimir Putini düşündürə bilər növbəti addımlarına qarşı və Zelenski hesab eləyir ki, Birləşmiş Ştatların bu istiqamətdə kifayət qədər təzyiq vasitələri var və rəsmi Vaşinqton bu prosesi həyata keçirə bilər. Təbii ki, Donald Trump bu barədə nə düşünür? Bu da böyük bir sualdır. Amma Trump da boş dayanmır. Məsələn, ötən gün konqresmen Lindsey Graham'in sosial media hesabında yazdığına görə Donald Trump Rusiyaya qarşı sanksiyalarının sərtləşdirilməsinə dair qanun layihəsinə yaşıl işıq yandırıb və yaxın günlərdə bu prosesin tam yekunlaşacağı gözlənilir. Senatorun bildirdiyinə görə, konqresmenin bildirdiyinə görə Ukrayna prezidenti Vladimir Zelenski sülh istiqamətində addımlar fonunda bəzi güzəştlərə gedir, amma Rusiya prezidenti Vladimir Putin bu istiqamətdə hər hansısa güzəştə getmir və mən sitat gətirmək istəyirəm. Lindsey Graham deyir ki, Putin ancaq günahsız insanları öldürməyə davam edərək danışır və heç bir güzəştə getmək istəmir bu istiqamətdə və yeni sanksiyalar ABŞ prezidenti Donald Trumpa Rusiya neftini qanunsuz şəkildə, ucuz şəkildə alan Çin, Hindistan və Braziliya kimi ölkələr üzərinə daha çox təzyiq etməyə yardımçı edəcək. Bilirsiniz ki, atəşkəs əldə olunandan sonra bir sıra Avropa ölkələri Ukraynaya qoşun yeritmək istəyir. Bundan bağlı çağırışlar var. Deməli, Ukrayna bunu müsbət qarşılayır, amma hələ ki Rusiyanın bunda maraqlı olduğunu görmürük. Britaniya bunu istəyir, Fransa bunu istəyir, bəzi ölkələr bunun lehinə çıxış eləyir. Britaniyanın atəşkəs əldə etməsindən sonra Ukraynanın ora qoşun yeritmə məsələsini müzakirəyə çıxacaq yaxın günlərdə parlamentdə. Bundan bağlı ölkənin baş naziri Keir Starmer açıqlama verib və bildirib ki, bu onun tək başına verəcəyi qərar deyil. Əgər belə bir proses konkret olaraq gündəmdə olarsa, bu məsələni məhz parlament üzvləri ilə müzakirəyə çıxaracaq və orada səsvermənin yekunlarına dair yekdil bir qərar qəbul ediləcək. Birləşmiş Ştatların isə istər Karib dənizində, istərsə də ətraf bölgələrdə tanker ovu belə deyək davam eləyir. Ötən gündə 2 tanker ələ keçirilib və maraqlı məqam ondan ibarətdir ki, tankerlərdən biri Rusiyaya məxsusdur, Marinera neft tankeridir. Digər tanker isə Sofia adını daşıyır və ələ keçirib Birləşmiş Ştatlar bu hər iki tankeri və Rusiyanın tankerini Britaniyanın xahişi əsasında ələ keçirib Birləşmiş Ştatlar və bununla bağlı bir sıra açıqlamalar oldu. İstər Birləşmiş Ştatlar tərəfindən, Rusiya tərəfi öz növbəsində təsdiqlədi belə bir məsələni ki, bizim tanker ələ keçirilir və bundan sonraki proses kifayət qədər maraq doğuracaq. Görə rəsmi Moskva bundan bağlı hansı addımları atacaq, amma gündəmdə
gündəmdə həm də Venezuela neftidir. Məsələn, J.D. Vance açıqlama verib ki, Venezuelanın neft satışına icazə üçün bəzi şərtlər yerinə yetirilməlidir. O şərtlərdən biri Birləşmiş Ştatların milli maraqlarını müsbət qarşılamalıdır Venezuela və bu Birləşmiş Ştatların milli maraqlarına uyğun olaraq Venezuela neftini satmalıdır. Venezuela öz neftini Amerika Birləşmiş Ştatlarının maraqlarına uyğun şəkildə istifadə eləməlidir satanda. Bəli, hətta bundan daha da irəli gedərək Birləşmiş Ştatlar prezidenti Donald Trump Truth Social hesabında yazıb ki, Venezuela satdığı neftdən əldə etdiyi gəliri yalnız Birləşmiş Ştatların məhsullarına xərcləyə bilər. Söhbət kənd təsərrüfatı məhsullarına, enerji məhsullarına və digər texnikalara gedir. Yəni Venezuela Birləşmiş Ştatların satdığı Venezuela neftini Caracas ancaq Birləşmiş Ştatlarda istehsal olunan məhsullara xərcləyə bilər. Made in America ala bilər də istənilən məhsul. Üstlərində Made in America yazılmalı. Adı Venezuelanın, dadı Amerika. Dadı Amerikanın. Yəni konkret olaraq bu məsələyə məncə aid eləyə bilərik. Misalı. Məndən isə bu buraxmışdıq bu qədər. Ümid edirəm ki, növbəti günlərdə də biz tamaşaçılarımıza istər regionda, istərsə də dünyada baş verən proseslərdən dolğun məlumat verə biləcəyik. Çox sağ olun. Hörmətli izləyicilər, xəbərin zamanını izləyirdiniz. Dünyada və regionda baş verən proseslərdən kənar qalmamaq üçün bizi izləməyə davam eləyin. İndi isə qısa araya ayrılırıq.